Əvvəl onu deyim ki, mövzuya keçməmişdən əvvəl biz heç kimin etnik mənşəyini araşdırmaq, öyrənmək həvəskarı deyilik, marağında da deyilik. Lakin bu bir tarixi mövzu olduğu üçün, çünki israrla vurğulayırlar ki, Səfəvilərin türk mənşəli olduğunu. Biz bunu dilə gətirmək istəyirik ki, bu səhvdir, tarixi həqiqətlərlə, tarixi qaynaqlarla təsdiqini tapmayan bir iddiadır. Bunu demək istəyirik. Gözəl, qaldığımız yerdən davam edirik. Sanki kimsə düzəldəcəkmiş. Nəysə, həqiqətən mənə maraqlı gələn bir məsələ var və bunu sadəcə söz olsun deyə demirəm. Baxın, bu səhifədə çox adama cavab vermişik və onların arqumentləri demək olar ki, bir-birinə bənzəyir. Amma heç olmasa, onlar özlərini tarixçi kimi təqdim edib danışırdılar. Videoda özünü tarixçi adlandıran biri və bir moderator oturub şahın etnik kimliyi və digər mövzular haqqında fikir bildirirlər. Açığı videonun üz qabığını görəndə düşündüm ki, görəsən hansı həqiqətləri ortaya çıxaracaqlar. Amma sizi inandırım, 1 saat yarımlıq videoda hamının əzbər bildiyi mənbələrdən başqa heç nə yox idi. Yəni mən əvvəl cavab verdiyim məsələlərə yenidən cavab verim. Bunların daha əvvəldə videoları var idi. Orada Şah İsmayıla qarşı qərəzli münasibət göstərirdilər. İndi eyni mövzunu davam etdirirlər. Əvvəl Şah Kürd mənşəli deyirdilər, indi isə tam elə deməmişik deyirlər. Yəni tənqid gələn kimi yerə çəkirdilər. Qınamıram. Axı bu sizin peşəniz deyil. Belə olması təəccüblü deyil. Açığı mən sizin kimləri ciddi qəbul etmərəm. Çünki tarix biliyi olmadan sadəcə təbliğat məqsədilə videolar çəkirsiniz. Elə görünür ki, siz bəzi qüvvələrin Azərbaycandakı layihəsiz və xalqımıza etnik kimliyimizi öz baxış bucağınızdan yeritməyə çalışırsınız. Təbii ki, məqsədiniz də elə budur. Amma bilmədiyiniz bir şey var. Siz 100 video çəksəniz, biz 100 cavab videosu çəkəcəyik. 100 dəlil gətirsəniz, onların hamısını təkzib edəcəyik. 100 iftira atsanız, hamısını ifşa edəcəyik. Biz bu xalqın övladlarıyıq. Tariximizə, şahımıza, bəzi savadsız insanların böhtan atmasına və qaralama aparmasına icazə verməliyik. Görüşərik.